Zelenskidən Rusiyaya atəşkəs təklifi, bu ərazilərə hücumlar dayandırılacaq. Böyük Britaniya tərəfi Səudiyyə Ərəbistanının da Amerika nümayəndə heyəti ilə danışıqlardan əvvəl Ukrayna rəsmilərinə məsləhətlər verib. Report xəbər verir ki, bu barədə Times qəzeti məlumat yayıb. Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Jonathan Powell ötən həftə sonu Ukraynaya səfər edib və Vladimir Zelenskiyə Kiyev nümayəndələrinin Amerikalılarla danışıqlarda özlərini necə aparması barədə tövsiyələr verib. Qeyd olunub ki, Powell Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizlik üzrə müşaviri Mike Waltz ilə də telefon danışığı aparıb və bu zaman o Vaşinqtonla Kiyev arasında kəşfiyyat mübadiləsinin bərpasının lehinə danışıb. Nəşrin yazdığına görə London hesab edir ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump administrasiyasının kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarının geri qaytarılmasına nail olmaq, Amerikanın Ukraynaya silah tədarükünün bərpasına nail olmaqdan daha asan olacaq. Qəzet bu mövzunun yaxın günlərdə Vaşinqtona səfər edəcək Böyük Britaniyanın baş naziri Keir Starmer ilə NATO-nun baş katibi Mark Rutte arasında söhbət zamanı da qaldırıldığını vurğulayıb. Times-ın qeyd etdiyi kimi, Powell Zelenskiyə Rusiyanın sülhə mane olduğu təəssüratı yaradaraq Amerika Birləşmiş Ştatları ilə danışıqlar aparmağı tövsiyə edib. Martın 4-də Zelenski dənizdə atəşkəsin yaradılmasını, enerji obyektlərinə zərbələrin dayandırılmasını və əsir mübadiləsinin aparılmasını təklif edib. Sky News-un məlumatına görə Zelenski bu təşəbbüsü açıqlamasından əvvəl Starmerlə məsləhətləşib.